İndi oxuyanlar ki var, ha, hamısının onların Şəbnəm hamısından üstündür. Gözəl səsi var, zil səsi var. Zil, Amma yox. Zil oxuya bilirsiniz onu? Ay qardaş, zil pırçom öz dili ham oxur zili. Şəbnəm zil oxur. Hacı babanın bu boyda səsi var. O başqa məsələ. Bayağı mahnılarla hansı ki dünən oxuyan o, nə bilim, kimi deyirsiniz bilmərəm. Bəzi müğənnilər özlərini şişirir. Bayağı mahnı Oxuyan var, gəlir, dediği nefrət öyle. Bayağı mahnı dediği Eflatun Kubat oxuyor o mahnı. Hansı mahnı? Çirişindanı. O qəşəkdir, o başqa bir mahnı var. Nə deyirsiniz, nə bilim, bilmirəm. Nə? Zəng Zəng elə. Ha, nədir, nə mahnıdır? Gecə Nə? bir Niyə o vaxtda mahnı var? belə mahnı var. Zəngi. Mahnı deyil, bu bayağı mahnılardır. Namık, mən sən ondan Rəşad razı Qarayev deyiləm. mahnı Mən razı oxuyur, deyiləm. Yaşat, nə mahnıdır, nədir sən bu qara qızı? Şəbnəm Toğuzludan zəif oxuyansan. Yox, qətiyyəm. Bu Namik niyə belə düşünür? Namık özünə gülür. Yox, mən olan deyirəm. Onda Aşıq Mübarək səndən 100 dəfə yaxşı ifadə. Nədə? Sən elə sazda da, bəli. Yox, şovda ola bilər, amma sənətdə Namik sənətkardır. Nə Fəzail aşıq deyil, nə mən aşıq deyiləm. O dediyin adamlar, heç aşıq bilsən kimdir? Aşıq Zülfiyədir, aşıq Əlidir, Samirədir, aşıq Ulduzdur, aşıq Əhlimandır. Aşıq saz salıb oxuyana deyirlər. Telli aşıqdır. Aşıqdır, bəli. Ulduz xanım onların hamısının şahıdır. Zülfiyə xanım aşıq qadınların içində ən öndə olan bir parlaq, pik zirvədir. Solmaz xanım Kösayeva. Amma sola ifası ayrıdır. Yəni Fəzail gözəl saz ifası, şirin saz çalır. Ölkənin bir nömrəli aşıq ifaçısı kişi və Aşıq qadın. Əlidir. Kişi, qadın. Qadınlardan da dünya səhnəsinə çıxırlar, həm dövlətimiz də dəstəkləyir. Samirə ilə Əlidir, amma ustadlıqda... Amma Zülfiyə də gedib də, Ustadlıqda Ulduz xanımdır. Sazı da bütün dünya sevdirən Aşıq Zülfiyədir.